günlərin Ağdam rayonunun Qiyası kənd sakinlərindən müəyyən bir qrupu Qiyası şəhidlərin xiyabanına, yəni qəbirstanlığa gəliblər. Gəlişlərinin məqsədi odur ki, burada təmizlik işi aparılsın. Çünki bu ayın, yəni iyun ayının 29'unda burada Qiyası kənd cəmaatı gəlib bir canlı bir-biri ilə görüşmək üçün bu məkana gələcəklər. Və bu torpaqlarımızın azad olunmasında və bu sevinci bizə yaşadan bizim şəhidlərimiz olur. Bu şəhidlərimizin sayəsində bu günləri biz buradayıq. Şəhidlərimizin məkanı cənnətdir, məqamları uca olsun. Allah müzəffər ordumuzu qorusun və bu işdə yaxından iştirak edən kənd cəmaatı və digər şəxslərə də öz sağolumuzu deyir. Düzdür, bu günlərin burada bu təmizlik işlərini və görüşə hazırlıq məqamlarını hazırlamaq üçün bura gələn adamlar görsənir, ancaq kənarda qalsa da, yəni görsənməyən burada neçə Qiyası kənd sakininin burada əziyyəti var, zəhməti var, yəni bu təşəbbüsü var. Mən ona görə də burada onlara da çox sağ ol deyirəm və bu günlərin, istərsə də sonraki günlərdə, bura gəlişdə və görülən işlərdə bu şəhidlərimizi anmaq, vətənə, torpağa sevgimizin daha da artması üçün olan bir məqsəddir. Və Qiyası cəmaatı bura gəlişində və bu günlərində burada bu təmizlik işini aparmasında məqsədi odur ki, bir daha göstərirlər ki, biz öz doğma kəndimizi, vətənimizi daha da çox sevirik. Doğrudan da bütün Azərbaycanın hər bir yerində olduğu kimi bizim o vətəni, torpağı sevən insanlar, bax bu şəhidlərimiz və digər şəhidlərimiz özlərini bu canlarından çox sevdikləri bu vətən uğrunda fəda etdilər. Şəhidlər belədir ki, onlar öz canlarını, öz o himnimizdə deyildiyi kimi öz hüquqlarından keçdilər. Onların ruhu şad olsun və bu günlərində biz bura rahat gələ bilirik. Onların sayəsində, müzəffər ordumuzun sayəsində. Allah müzəffər ordumuzu qorusun və bizim bura gəlişimizdə biz bu işləri görməklə bərabər ancaq biz öz minnətdarlığımızı və təşəkkürümüzü ancaq şəhidlərə bildiririk. Biz şəhidlərə öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Ruhunuz şad olsun, ey şəhidlər. Gəlmişik kəndimizdə, qəbirstanlıqda abadlıq işlər aparırıq, təmizlik işlər aparırıq. Hansı ki, ayın 29'unda bizim kənd sovetliyimiz gələcək bu şəhidlərimizin ziyarətinə. Allah hamısına rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Bu da bizim mirasımız Ramazan. Allah bunun ölümlərinə rəhmət eləsin. Gəlib əziyyət çəkir. Bu da Şakir kameramanımız Arxı TV. Çəkilişimizi izləyirik. Arxı TV kanalı için. Ve ona göre dedim ben oradan özür vurdum yansın ha orada ne yoğunluğunda ilan gidebilir. Allah senin ölümlerine rəhmət eləsin. Esas burası, cemaat burayı. Artık gördüğünüz gibi temizlik işine başlıyorlar. Sağ olsunlar. Bu görüşe bir hazırlıktır. Ondan əlavə, yani burada hem de qəbirstanlığı, şəhidlər xiyabanı, temizlik işləri. Ruhunuz şad olsun, ey şəhidlər. Hörmətli izləyicilər, diqqətinizə çatdırım ki, Ağdam rayon Qiyası kəndinin mülki şəxslərlə birgə 76 şəhidi var.
Gördüğünüz gibi uzun iller bakımsız kalan qəbristanlığı, şehitler xiyabanı ancak bir günlerin insanlar tarafından gelinir, ziyaret olunur, temizlik işleri görülür ve şehitlerimizin de ruhu şad olur. Ruhunuz şad olur. Şehitler. Arka TV'de tanıdığınız Namık Əməşə işğaldan azad olunmuş cəbhə bölgesinde çəkilişlər edir Arka TV için. Bu günlərində elə gəlibdi. Bu da Miri Qiyasıdır da, yani tanıyırsınız. Salamlayıram hamını kardeş. Allah cəmi şəhidlərimizin hamısına rəhmət eləsin. Onlar bizim fədailərimizdir, onlar bizim yiğitlərimiz, qəhrəman cəsurlarımızdır. Biz nə qədər onlara xidmət eləsək, nə qədər ziyarət eləsək, onlar da o qədər haqqını bizə halal eləyər. Onu bilirəm ki, onların məskəni cənnətdir. Hatta cənnetin içində bir cənnət varsa, onlar orada məskunlaşıb yamsayına şəhadət gətiriblər. Allah hamısına rəhmət eləsin, bizim də borcumuzdur. Məqamlar uca olsun. Amin. Namık sen de çok sağ ol. Yani biz həmişə demişik, yani bizim bu ancak bu şehitlərə təşəkkür və minnətdarlığımız var. Yani bu günlerin burada yani kənd cəmaatının hamısı iştirak eləməsə də, amma məsələ bundadır ki, burada kənd cəmaatının iştirak eləməyənlərinin də əziyyəti var. Yani bunların da təşəbbüsü var. Sağ olsunlar. Şəhidlərimiz də məqamları uca olsun. Allah rəhmət eləsin. Bütün şəhidlər.
dolanır bura. Allah göstersin. Gel sana, ne yazdı diyeceğim bir de git gel. Burada temizlik işlerinin aparılması için torpaq da var, əlavə çam var idi. Sağ olsun bu traktor ekskavatora orada dedik. O da sağ olsun geldi. Yani bu işte bize kömək edir. Götürülür ki burada cemaat gələndə bir dayanmağa bir münasib yer.
versin. Gelelim. Ver bura. Namık çok sağ ol. Sağ ol. Traktörden geldik. Öyle sağ olsun dedik. Burada bir torpak tefecikler var idi. Onu düzeltmeye sağ olsun. Abi sen de sağ ol da sen hemen Sağ ol, sağ ol. şıklandırırsan hadisesini. Allah şehitlerimizin məqamını söylesin. Amin, amin. Ben bir ayaqlarında dedim. Yani burada siyasi cemaatinden az bir şəxslər var. Ama hamının burada emeği var. Hamının yüreği buradadır. Bəli, bəli. Allah kendimize değmesin. Amin. Çok sağ olun. Amin. Allah razı olsun. Sağ ol, sağ ol. Oradaki o tepeleri götürüp düzleştirdik ki arazi düz olsun. Qonaqlarımız gələndə, kənd cəmaatımız gələndə təmizlik olsun, ayaqların altında gecə alaqlar olmasın. Belə də pisin aparlı ot biçənlə. Yəni Allah şəhidlərimizə rəhmət eləsin. Bu da bizim kalifiye sənətkarımız idi. Şahmalı Kürdoğlu. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Bir daha bu traktörün sürücüsüne biz öz minnettarımızı bildirdik. Sağ olsun. Dedik, geldi. Yani bu işleri gördü. Sağ olsun. Doğrudan da her bir yerde şehitlerimizin adı çekilen zaman her bir kez öz ehtiramını, hürmetini, dikkatini bilir. Diqqətinize çatdırım ki, kənd cəmaatından gəlib şəhidlərimizi ziyarət edirlər. Və də gördüyünüz kimi, yəni Qiyası kəndinin ilk şəhidi Azərbaycan bayrağı ordenli Marifin məzarıdır. Ruhu şad olsun. Deyəsən biz həmişə deyirik ki, bir şəhidlərimizi ziyarət eləməklə cəmi şəhidlərimizi sanki ziyarət eləmişik. Ruhları şad olsun. Her bir kəs özünə borc bilir ki, gəlsinlər, şəhidlərimizi ziyarət eləsinlər. Ruhları şad olsun. Amin. Allah canları sağ eləsin. Valla şəhidlərimiz olmasa biz burada gəzməzdik. Gəlib belə ne bileyim dağılsa da gene şükür mezarlarımızı tapırıq burada. Sağ olun. Gördüğünüz kimi temizlik işleri devam ediyor.
Bura gel. Baba gel.
daşda demirler olduğundan aparatlar sesli. Yaradan çıkır. Ama ardıcıl olarak işler yapmak. Belə, gördüyünüz kimi əziz qardaşlar, əziz izləyicilər, Qiyası cəmaatının adından bir neçə nəfər adam gəldi. Qiyası şəhidlərinin ətrafı təmizləndi, sağ olsunlar. Və biz həmişə deyirik ki, şəhidlərimizin müqəddəsliyi ondadır ki, onlar unudulmur ki, onda bizlər onları unutmuruq. Bu günlərin gəldiniz bir Qiyası kənd cəmaatı adından, düzdür. Hər bir Qiyaslının burada bir əməyi var. Mən istərdim elə bir tarix üçün içinizdən gələn bir sözləri eşidək. Elə Mirsiyav Ağsaqqaldır. Mirsiyav peki sən eşidək. Buyur. Kardeş, bizim kənd böyük bir eldir. Yani Qiyaslı cəmaatı da müharibə başlayanda da kəndimizdən bir rota olub, sonra bir Qiyaslı batalyonu olub, şəhidlərimiz də 70'den çox şəhidimiz var. Allah Teala hamısına rəhmət eləsin, məskanı cənnət olsun. Bizim mənəvi borcumuzdur. Hər bir Qiyaslının ki, şəhidlərimizin həmişə ziyarətində olaq, onların məzarına xidmət eləyək. Qoy onların ruhu bizi bağışlasın, onlar haqqını bizə halal eləsinlər. Bizim igidlərimiz olub onlar. Ceyhun sənin nə Borcumuz da gəl borcumuzu yerinə yetiririk. Allah bütün şəhidlərə qəni-qəni rəhmət eləsin. Yerləri behişt olsun. Amik sən də eşidək. Hə, Allah bütün kəndçilərimizə, bütün ümumi şəhidlərimizə rəhmət eləsin. Borcumuzdur ki, gəlib bunların yolunda biz də bacardığımız budur, bunun əziyyətini çəkək. Nə eləmişik, halal xoşlar olsun. Allah bunun evlatlarının, valideynlərinə səbir versin. Bütün Amin. şəhidlərimizə. Amin. Qazi qardaşım sən də öz fikirlərini deyərdin. Allah bütün şəhidlərimizə rəhmət etsin. Burada yatan oğlanlar hamısı mənlə bir yerdə döyüşübdü. Şəhid olubdu. Allah onların atasına, anasına, bacısına, qardaşına səbir versin.
bizim bu sağ qalan qazilər də, kəndimizin cəmaatında borcu düşün, gələ bu şəhidlərin üstünü təmizləyək. 32 il erməni bizi qoymuyubdur, gələk bunlara baş çəkək. Allah şəhidlərimizə rəhmət eləsin. Allah sənin də canını sağ eləsin. Sağ ol, sağ ol. Usta buyur sən də, bu gün çox əziyyət çəkdin, yəni buranın təmizlənməsində. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəni. Allah xoş olsun. Sağ ol, sağ ol. Sağ olun. Hörmətli izləyicilər, biz həmişə demişik, yəni hər işin başlanğıcı var, sonu var. Bu günlərin biz gəldik, qiyası şəhidlərinin məzarının kənarının təmizlənməsində iştirak elədik. Ancaq burada mən bilirəm ki, hər bir qiyası cəmaatının əməyi var, zəhməti var. Biz burada qiyası şəhidlərini ziyarət elədik. Onların ətrafını təmizlədik. Bununla biz Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda cəmi sanki şəhidlərimizi bir ziyarət eləmiş olduq. Biz fərdi qaydada buranı ziyarət eləsək də, ancaq biz həmişə demişik, ümumi sanki biz o Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda öz canlarını fəda etmiş şəhidlərimizi sanki ziyarət etmiş olduq. Mən bir daha burada əziyyət çəkənlər var, sağ ol deyirəm və bizim də hər bir kəsin borcu budur ki, bax o şəhidlərə, Respublikamızın şəhidlərinə biz təşəkkür və minnətdarlığımızı bildiririk. Çünki təşəkkür və minnətdarlıq ancaq o şəhidlərə aiddir ki, biz bu günlərində bura gələ bilirik. Sağ olun, ayın 29-u iyun 2025-ci ildə qiyası cəmaatının bu məkanda görüşü olacaq. Allah ömür versin, qismət olsun, burada yenidən görüşək. Sağ olun, Allaha əmanət olaq hər iki dünyada.